Herkese salam. Gəlin sizinlə bugün keçirilmiş 9-cu sinif buraxılış imtahanının riyaziyyatdan izahını verək. İlk sualımızla başlayaq. Deməli, 57-ci sualda bizə deyir ki, qrafikə əsasən düz xəttin bucaq əmsalını tapın. Biz bilməliyik ki, düz xəttin tənliyi necədir? Y bərabərdir, kx üstəgələk b şəklindədir. Burada koordinat başlanğıcından keçdiyi üçün b 0-a bərabər olmalıdır. Y hansı nöqtədə təyin olunub? Y 4 nöqtəsində, x isə 2 nöqtəsinə təyin olunub və düstura əsasən gətirib k-nı qoyaq yerinə k-nı tapaq. Yazırıq ki, 4 bərabərdir, x-ı 2-dir, 2k üstə gələk 0, 2k bərabərdir 4-ə, k da bərabərdir, 4-ü 2-yə böləndə 2. Doğru variant B variantı. 58-ci sual. Radiusu 19 cm olan çevrənin mərkəzindən 25 cm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. İlk öncə çevrə çəkməliyik və çevrənin radiusu 19 cm-dir, ancaq çevrənin mərkəzindən 25 cm məsafədəki nöqtədən danışır bizə. Hər hansı bir nöqtə götürək, buradan çevrənin mərkəzinə qədər olan bir məsafəmiz ümumilikdə 25 cm-dir. Və radiusu isə 19-dur. Onda ən kiçik məsafə neçə olacaq? Çevrənin hər hansı bir nöqtəsinə kimi 25-dən də 19 çıxacaq. Təbii ki, 6 cm. Doğru variant A variantı. 59-cu sual. Modul işarəsi içərisində mənfi 7,5 çıxaq. Modulda 3,3 bölək 2 ifadəsinin qiymətini hesablayın. Biz bilməliyik ki, modulun içərisindən mənfi yox, müsbət çıxacaq. Ona görə də müsbət 7,5 çıxaq. 3,3 bölək 2. 7,5-dən 3,3-ün çıxanda 4,2 böl 2, o da eləyəcək 2,1. Doğru variant B variantı. 60-cı sual. Ölçüləri 3 cm, 5 cm və 8 cm olan düzbucaqlı paralelipipedin tam səthinin sayəsini hesablayın. Tam səthinin sayısı düstur necədir? 2 vıraq AB üstə gələk AC üstə gələk BC. Yəni eni, hündürlüyü, uzunluğunun hasilləri cəmi. Bərabərdir 2-ni vıraq. A-nı B-yə bıraq. Tutaq ki, eni olsun 3. Uzunluğu 5. Hündürlüyü isə 8. A-nı B-yə bıraq. Yəni 3 vur 5 üstə gələk. 3 vur 8 üstə gələk. 5 vur 8. Və hesablayaq. 2 vıraq. 3-ü 5-ə vuranda 15. Üstə gələk 24. Üstə gələk 40. Ümumi cəm burada edəcək 79. 79 da 2-yə vuranda 158. Doğru cavab E variantı. 61-ci sual. Tərəfi 10 cm olan ABCD kvadratında M və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa, AMCN dördbucaqlısının sayəsini tapın. Deməli, biz burada nə edə bilərik? Tərəfi deyir ki, 10 cm-dir. Yazaq tərəflərinə 10 cm, kvadratın bütün tərəfləri bərabərdir. Və M və N nöqtəsi uyğun olaraq BC-ni də yarı bölüb, CD-ni də yarı bölüb. Ona görə hər tərəfə 5, 5 yaza bilərik. Ortadan böldüyü üçün. Daha sonra nə edə bilərik uşaqlar? AMCN dördbucaqlısının sayəsini soruşduğuna görə biz nə etməliyik? Kənardakı baxın, bu düzbucaqlı üçbucağın və digər AND düzbucaqlı üçbucağının ayrı-ayrıqda sahələrini hesablamalıyıq. İlk öncə ümumi sahəni hesablayaq. S bərabərdir. Ümumi sahə, yəni kvadratın sayəsi A kvadratıdır. Onun kvadratı bərabərdir 100 kvadrat santimetrə. S1 yazaq və S2 yazaq. S1-i hesablayaq. Düzbucaqlı üçbucaq olduğu üçün bilirdik ki, katetləri hasilinin yarısına bərabərdir. 5 vıraq 10 bölək 2 edəcək 25 kvadrat santimetr. Digər tərəfdən də S2-ni tapaq. 5 vıraq 10 böl 2. O da edir 25 kvadrat santimetr. Və bizdən AMCN-i soruşduğu üçün digər kənarda qalan hissələri toplamalıyıq və ümumidən çıxmalıyıq. 25-in üstünə 25 gəlirik 50. 100-dən də 50 çıxırıq. Cavab verəcək 50 kvadrat santimetr. Doğru cavab C variantı. 62-ci sual. Əbob 32,68 vıraq Əkob 32,68 hasilini hesablayın. Biz bu qaydadan bilməliyik nəyi? Biz bilirdik ki, Əbob AB vıraq Əkob AB hasili ilə A vur B hasilinə bərabərdir. Ona görə deyiləcək 32-ni 68-ə vurub doğru variantı tapa bilərik. 32-ni 68-ə vuranda da cavab edəcək 2176. Deməli, cavabımız C variantı.
63-cü sual. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onları həm 2-2, həm də 3-3 oturmaq mümkün olarsa, sinifdə neçə şagird var? Uşaqlar, burada nə etməliyik? Deyir, onları həm 2-2, həm də 3-3 oturtmaq mümkün olsun. Həm 2-yə, həm də 3-ə bölünən ədəd hansıdır? Yəni, əkob 2, 3, 6 edir. Yəni, biz 30 ilə 40-ın arasında 6-ya bölünən bir ədəd axtarmalıyıq. Variantlarda da baxırıq ki, 32-dir, 38-dir, 34-dir, heç biri 6-ya bölünmür. Qaldı variant 36 və 30. Ancaq bilməliyik ki, 30-dan çox deyir. Ona görə də doğru variantımız A variantı 36 olacaq. 64-cü sual. Y çıxaq x bərabərdir 10, 2x üstə gələk y bərabərdir mənfi 23 tənliklər sistemində 4y çıxaq x ifadəsinin qiymətini hesablayın. İlk öncə biz yuxarıda sistemin birinci misalında yerlərini dəyişək x-dan y-in. Mənfi x üstə gələk y bərabərdir 10-a, 2x üstə gələk y bərabərdir mənfi 23-ə. Yazdıq. Yuxarını mənfiyə vuraq, mənfidən azad eləyək. X çıxaq y bərabərdir mənfi 10-a, 2x üstə gələk y bərabərdir mənfi 23-ə. Tərəf-tərəfə toplayaq. Məlum məsələdir ki, əks işarələr islah gedəcək. 2x-in üstünə x gələndə 3x bərabərdir. Mənfi 10-un üstünə mənfi 23 gələndə edir mənfi 33. X da bərabərdir mənfi 11-ə. X-i tapdıq. Keçək y-i tapaq. Y-i də hər hansısa birində yerinə qoyub tapa bilərik. X-in yerinə mənfi 11 birincidə qoysaq, mənfini mənfiyə vuranda müsbət edir. Yəni, müsbət 11 üstə gələk y bərabərdir 10-a, y də bərabərdir mənfi 1-ə. Bunu tapdıqdan sonra bizə deyir ki, 4y çıxaq x-in qiymətini tapın. 4y nə deməkdir? 4-ü mənfi 1-ə vurmaq edir mənfi 4 çıxaq x da mənfi 11 idi. Mənfini də mənfiyə vuranda müsbət etdiyi üçün üstə gələk 11 olacaq. 11-dən də 4-ün çıxanda cavab olur müsbət 7. Doğru variant A variantı. 65-ci sual. Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Nə qədər qələm var idi? Uşaqlar, deməli, burada nə edə bilərik? Deyir ki, Vahidə bütün qələmlərin 48% çatıb. Yəni, ümumilikdə 100%lik qələmimiz var. Bunun 48% Vahidə çatıbsa, deməli, Sabirə bunun 52% çatmalıdır. 39 dənə qələmi varsa Sabirin, biz yazırıq tənasüblə. 39 qələm 52%dirsə və sonunda qələmlərin hamısı x. O da 100%dir. Çarpaz şəkildə vuraq, hesablayaq. X bərabərdir. 39 vuraq 100% böl 52%. 52 ilə 39 ixtisar gedər 13-ə. Aşağıda qalar 4, yuxarıda qalar 3. 4 ilə də 100-ü ixtisarlayarıq, 4-ün özünə, yuxarıda 25, aşağıda 1. 25 də 3-ə vuranda 75. Deməli, ümumi qələmlərimizin sayı 75 ədədiymiş. 66-cı sual. Ədədlərdən hansılar 2x kiçik bərabərdir 8 bərabərsizliyini ödəyir? Bir gəlin bunu həll edək. 2x kiçikdir bərabərdir 8, x da kiçik bərabərdir 8-i 2-yə böləndə 4. Deməli, 4-dən kiçik qiymətlər almalıdır və 4-ün özünü almalıdır. Variantlarımızda baxırıq, birinci 2-dir. 2 olar, 4-ün özü də olar, çünki bərabərlik halımız var. 6 olmaz, 5 olmaz və 0-ın özü də ola bilər. Deməli, 1, 2, 5. Doğru variant E variantı. 67-ci sual. 2x kvadratı üstə gələk 3y mötərizə kvadratı, üstə gələk 2x kvadratı çıxaq 3y, vıraq 3y üstə gələk 2x-in mötərizə kvadratı ifadəsini çox ədilini şəklində göstərin. Uşaqlar, burada nə edərik? Mötərizə kvadratların vurub açmalıyıq müxtəsər vurma düsturu şəklində. İlk öncə birinci mötərizəni açaq. Birincinin kvadratı, yəni 4x üstə gələk 4. Üstə gələk birinci ilə ikincinin hasilinin 2 misli. 2-ni 3-ə vuranda 6, 2-yə də vuranda 12x kvadratı y, üstə gələk 9y kvadratı. Üstə gələk. İkincidə isə baxırıq ki, birinci ilə ikincinin fərqi və cəmidir. O da bizə hansı müxtəsər vurma düsturunu alır? A kvadratı çıxaq B kvadratı şəklində bağlaya bilərik. Yaza bilərik ki, 2x kvadratı kvadratı. O da eləyəcək 4x üstü 4 çıxaq. 3y-in də kvadratı 9y kvadratı bərabərdir. Hər tərəfdən baxırıq ki, nələr islah gedə bilər. Müsbət 9y kvadratı burada var, mənfi 9y kvadratı burada islah getdi. Daha sonra başqa 4x üstü 4-ün üstünə 4x üstü 4 gələndə eləyir 8x üstü 4.
Üstə gələk 12x kvadratı y. Cavabımız olacaq hansı? B variantı. 68-ci sual. Deyir ki, 2 zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xalların cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalını tapın. Uşaqlar, xüsusilə imtahanda nəyə fikir verməlisiniz? Olması və olmamasına. Bizdən olmamasını soruşur. Bizə rahat olsun deyə ilk öncə yazaq hallarımızı. Yəni, cəm 6 ola bilər. 7, 8, 9, 10, 11, 12 ola bilər. Onun üçün bir cəmlərimizə baxaq. Nə ilə nəyi toplayanda 6 eləyər? 1 xalla 5 xalı, 5 xalla 1 xalı, 2 ilə 4-ü, 4 ilə 2-ni, 3 ilə 3-ü, keçək 7-yə, 1, 6, 6, 1, 2, 5, 5, 2, 3, 4, 4, 3, 8-ə baxaq, 4, 4, 5, 3, 3, 5, 6, 2, 2, 6, 9-a baxaq, 4, 5, 5, 4, 3, 6, 6, 3, 10'a baxaq. 5, 5, 6, 4, 4, 6, başqa nəsə yaza bilərik? 3, 7 olar? Yox, olmaz. 11 olması hadisəsi isə bircə 6, 5, 5, 6 ola bilər. 12 olma hadisəsi 6, 6. Ümumi sayaq görək nə qədər əlverişli halımız var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Uşaqlar, 2 zər dediyinə görə məxrəcdə hər zaman 36 olur. Sürətdə isə əlverişli hallarımızın sayı, yəni 26. İxtisar gedəndə hər ikisi 2-yə ixtisar gedir. 36-nı 2-yə böləndə 18, 26-nı da 2-yə böləndə 13. Deməli 18-də 13. Doğru variantımız D variantı. 69-cu sual. AD bərabərdir 15 cm, AB 7 cm, BC CD-yə bərabər olarsa BC-ni tapın. Neyiniyək burada? Ümumidir məsafə A-dan D-yə qədər 15-dir. AB 7-dir. BC ilə də CD bir-birinə bərabər olduğuna görə amma qiymət verməyib. X-laşdıraq. X, X. Ümumi toplayaq. 7-nin üstünə X. Üstə gəl x bərabər olmalıdır 15-ə. Ümumi cəmə. 2x üstə gələk 7 bərabərdir 15-ə. 2x bərabərdir 15-dən 7 çıxırıq. 2x bərabərdir 8-ə. X də bərabərdir 4-ə. Bizdən də BC məsafəsini soruşurdu. Deməli elə cavab oldu 4 cm. Doğru variantımız D variantı. 70-ci sual. 15x kvadratı y kvadratı bölək a üstü 8. Vuraq. 2a bölək 25x kvadratı y. Uşaqlar, bunu sadələşdirmək üçün nə etməliyik? Oxşar olanları ixtisar etməliyik. Deməli, ilk öncə baxaq ədədlərimizə. Ədədlərimizdən ixtisar gedən 15 ilə 25 olar. Hər ikisi 5-ə getsə, məxrəcdə qalar 5, sürətdə 3. Yuxarıdakı a ilə aşağıdakı a üstü 8 ixtisar getsə, yuxarıda 1 qalar, aşağıda a üstü 7 qalar. X kvadratı ilə x kvadratı ümumilikdə getdi. Y ilə y kvadratı gedər, yuxarıda sadəcə y qalar. Onda ümumilikdə nə qalacaq? Yuxarıda qalır 3, 2. 3, 2-yə vuranda 6 və y, 6y bölək 5, a üstü 7. Deməli, doğru variantımız A variantı oldu. 71-ci sual sadə hesablamadır. 2 tam 3-də 1, çıxaq 1 tam 9-da 1, bölək 7 tam 3-də 1, üstə gələk 4-də 3. İlk öncə mötərizənin içərisini hesablayaq. 2 tam 3-də 1, çıxaq 1 tam 9-da 1. Bərabərdir. Ortaq məxrəcə gətirək. 2 tam 9-da 3, çıxaq 1 tam 9-da 1. Bərabərdir. 1 tam 9-da 2. Və bölmə olduğu üçün növbəti mərhələdə çevirək düzgün olmayana. Eləyəcək 1 tam 9-da 2, 9-da 11. 9-da 11 də bölməliyik 7 tam 3-də 1-ə. 7 tam 3-də 1 də düzgün olmayana çevirəndə edəcək 7-ni 3-ə vuranda 21, üstünə də 1 gələndə 22. 3-də 22. Və bilirik ki, bölməni tərsinə çevirərək vurmaya çevirmək üçün birinci olduğu kimi qalır, ikincini tərsinə çeviririk. 9-da 11 vuraq 22-də 3. İxtisar gedir 22 ilə 11 qalır 1, 2. 9 ilə 3 ixtisar gedir 1, məxrəcdə də 3. 3-ü 2-yə vuranda 6, 1-i 1-ə vuranda 1, 6-da 1. Və bizə deyir ki, 6-da 1-in də üstünə 4-də 3 gəlin. 6 ilə 4-də ortaq məxrəc 12-dir.
12, 12. 12'ni 6'ya böləndə 2, 12'ni 4'ə böləndə 3. Tamamlayıcılarını tapdıq. Vuraq hesablayaq. 2'nə 1'ə vurduqda 2, 3'ü 3'ə vurduqda 9. 12'də 2 ilə 12'də 9'u toplayanda 12'də 11. Deməli bizim doğru variantımız C variantı. 72-ci sual. 48'in kvadratı çıxaq 32'nin kvadratı bölək 21'in kvadratı çıxaq 19'un kvadratı ifadəsinin qiymətini hesablayın. Rahat yolla hesablamaq üçün müxtəsər vurma düsturundan istifadə etməliyik. Bildiyimiz kimi bu hansı müxtəsər vurma düsturunun qapanış şəkildə A kvadratı çıxaq B kvadratının. Açılıqda A çıxaq B, A üstə gələk B şəklində olacaq. Neyniyək? 48 çıxaq 32. Vuraq 48 üstə gələk 32. Bölək 21 çıxaq 9, daha doğrusu 19. 21 üstə gələk 19. Bərabərdir. 48-dən 32 çıxanda 16. Vuraq 48 ilə 32-ni topladıqda 80. Bölək 21-dən 19 çıxanda 2. Vuraq 21 ilə 19'u toplayanda 40. 40 ilə 80'i ixtisar eləyək. 1, 2. 2 ilə 16'nı ixtisar eləyək. 1, 8. Məxrəcdə 1 qaldı. Sürətdə də 8'i 2'yə vuranda 16. Deməli bizim doğru cavabımız 16. 73-cü sual. Uşaqlar kök 6 ifadədir və 4-cü dərəcədən kök altındadır. Vurma olduğu üçün biz bunu ümumilikdə bir kökün altına sala bilərik. Salaq. 4-cü dərəcədən 6 üstə gələk 2 kök altında 5. Vuraq 6 çıxaq 2 kök altında 5. Və biri bir toplama, biri çıxma olduğu üçün, eyni ifadənin toplaması və çıxması olduğu üçün bilməliyik hansı müxtəsər vurma düsturudur. Az öncə yazdığımız A kvadratı çıxaq B kvadratı. Yəni 6'nın kvadratı 36 çıxaq. 2 kök altında 5'in kvadratı da 2'ni 2'yə vuranda 4. Kök altında 5'in də kvadratı 5 edir. 4'ü də 5'ə vuranda 20. 36'dan da 20 çıxanda 16 qalacaq. 4-cü dərəcədən kök altında 16. 16 da bilirik ki 2 üstü 4'dür. 4 ilə 4 gedəcək, cavab olacaq 2. Doğru cavabımız 2. 74-cü sual. Y-in hansı qiymətində A 6Y və B 4-5 nöqtələri arasındakı məsafə 2'yə bərabərdir. Biz nöqtələr arasındakı məsafəni necə tapmalıyıq? AB bərabərdir. Kökün altında x2 çıxaq x1'in mötərizə kvadratı üstə gələk. Y2 çıxaq Y1'in mötərizə kvadratı. Gətirək yazaq yerinə. X2'miz 4'dür. 4 çıxaq x1'imiz 6. 4 çıxaq 6'nın kvadratı. Üstə gələk. Y2 5'dir. 5 çıxaq Y1 də Y-dir. Mötərizə kvadratı bərabərdir 2'yə. Hər tərəfdən kök alaq. Yəni kvadrata yüksəldək ki kökümüz getsin. Olacaq 4'dən 6 çıxanda mənfi 2. Mənfi 2'nin kvadratı müsbət 4. 4 üstə gələk. 5 çıxaq Y-in mötərizə kvadratı. Kvadratla kök getdiyi üçün artıq onu yazmırıq. Bərabərdir 2'nin də kvadratı 4. 4 keçsin sağ tərəfə. 5 çıxaq Y mötərizə kvadratı bərabərdir. 4'dən 4'ün çıxanda 0. 1, 2 hansı ədədin kvadratı 0 eləyər? Təbii ki, eləcə yaza bilərik. 5 çıxaq Y bərabərdir 0. Y də bərabərdir 5'ə. Deməli, Y-in 5 qiymətində arasındakı məsafə 2'yə bərabər olur. Doğru cavabımız 5. 75-ci sual. Bərabəryanlı üçbucaqda yan tərəfə paralel olan orta xəttin uzunluğu 4'dür. Üçbucağın perimetri 22 olarsa, oturacağının uzunluğunu tapın. Bərabəryanlı üçbucaq çəkək. Və bizə deyir ki, bu bərabəryanlı üçbucaqda yan tərəfə paralel olan orta xətt. Yan tərəfə paralellik deyirsə, baxın, bu şəkildə çəkə bilirik. Və orta xəttin uzunluğu 4 cm-dir. Onda yan tərəfimiz 8 cm-ə bərabər olacaq. Bərabər yanlıq olduğu üçün digər yan tərəfdə 8 cm olacaq və ümumi perimetri 22 verib oturacağı soruşur. Oturacağı bir x deyək. Ümumi perimetri tapmaq üçün 8 üstə gələk 8 üstə gələk x bərabərdir 22'yə. 16 üstə gələk x bərabərdir 22'yə. X də bərabərdir 22'dən də 16 çıxanda cavab edir 6. Doğru cavabımız 6. 76-cı sual. Kazım öz puluna 8 dəftər 5 karandaş və ya 6 dəftər 8 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Uşaqlar, biz burada nə etməliyik? Deməli, 8 dənə dəftər alırsa, 8 üstə gələk 5 karandaş, 5K bərabər olmalıdır 6 dəftər və 8 karandaşın qiymətinə. Dəftərləri bir tərəfə keçirək, karandaşı bir tərəfə keçirək. 8 dəftərdən 6 dəftər çıxaq, bərabər olsun 8 karandaşdan 5 karandaş çıxaq.
Edir 2 dəftər bərabərdir 3 karandaşa. Hər tərəfdən k-laşdırsaq, dəftərin qiyməti olacaq 3k. Karandaşın da qiyməti olacaq 2k. K yazmayaq, x yazaq. 3x. Karandaşın da qiyməti 2x olacaq. Bizdən də dəftərin karandaşdan neçə dəfə çox olduğunu soruşduğu üçün yazmalıyıq ki, 3x bölək 2x. X-lar ixtisar gedəcək, 3-ü də 2-yə böləndə edəcək 1,5. Deməli, dəftərin qiyməti karandaşın qiymətindən 1,5 dəfə çox oldu. 77-ci sual. Uşaq anadan olanda atası 25 yaşında idi. İndi onların yaşları cəmi 45 olarsa, uşağın neçə yaşı var? Uşaq anadan olanda bilirik ki, uşağın 0 yaşı olur. Atası isə 25 yaşında olub. İndi bizə deyir ki, onların yaşlarının cəmi 45 olarsa. Neçə il keçib bilmirik. Ona görə də uşağın da yaşının üstünə x gəlməliyik, atanın da yaşının üstünə x gəlməliyik və toplayaq. 0 üstə gələk x, üstə gələk 25, üstə gələk x, bərabərdir ümumi yaş 45, cəm 45-dir. 2x üstə gələk 25, bərabərdir 45-ə, 2x bərabərdir 45-dən 25-in çıxanda 20, x da bərabərdir 20-ni 2-yə böləndə 10. Deməli, deyir, indi onların yaşlarının cəmi 45 olarsa, uşağın neçə yaşı var? Biz tapdıq ki, 10 il artıq keçib. Uşağın 10 il əvvəl 0 yaşı var imişsə, yerinə yazdıqda 0-ın da üstünə 10 gələndə ilə 10 yaş eləyir. Deməli, uşağın 10 yaş olacaq. 78-ci sual. 2 fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirir? Deməli, 2 fəhlədir, birlikdə 8 saata yerinə yetirirlərsə, deməli, bir işin 1 saata 8də 1 hissəsini görmüş olurlar, ikisi bir yerdə. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez. Deməli, 1 saata bir fəhləmiz 1 saata x-da 1 hissəsini görmüş olar işin. Digəri isə ondan biraz gec görərsə, x üstə gələk 12 yaza bilərik. Bərabərdir bunların birlikdə gördüyü iş 8 saata, yəni 1 saata 8də 1 hissəsini görmüş olacaq. Gəlin bunu çarpaz şəkildə hesablayaq. Deməli, necə hesablayırıq? Ortaq məxrəcimiz edəcək x qıraq, x üstə gələk 12. Birincinin tamamlayıcısı x üstə gələk 12, ikincidə isə x. Bərabərdir 8də 1-ə. Toplayaq. X ilə x-i toplayanda 2x üstə gələk 12. Bölək x kvadratı üstə gələk 12x. Bərabərdir 8də 1-ə. Çarpaz şəkildə vurub açaq. 8-i 2x-a vuranda 16x, üstə gələk 12-ni 8-ə vuranda 96 bərabərdir. X kvadratı üstə gələk 12x. Bunu necə həll edirik? X kvadratı üstə gələk 12x, 16x keçsin sağ tərəfə, çıxaq 16x, çıxaq 96 bərabərdir 0-a. X kvadratı üstə gələk, daha doğrusu 12x-dan 16x-in çıxanda mənfi 4 qalacaq. Çıxaq 4x, çıxaq 96 bərabərdir 0-a. Buradan diskriminantını tapaq. D bərabərdir B-nin kvadratı, yəni 4-ün kvadratı 16. Mənfini mənfiyə vuranda müsbət edəcək. Üstə gələk 96-nı 4-ə vuranda 384, o da bərabərdir. Toplayanda edəcək 400. Deməli, diskriminantımız 400-dür. İndi köklərini tapaq. X1 bərabərdir 4, üstə gələk. 400-də nəyin kvadratıdır? 20-nin. 20 bölək 2a, yəni 2-ni də 1-ə vuranda 2. 24-də 2-yə bölündə 12. X2-ni tapsaq əgər 4 çıxaq 20 bölək 2 bərabərdir. Edəcək mənfi 16-nı da 2-yə böləndə mənfi 8. Təbii ki, iş mənfi ola bilməz. Ona görə də bu kənar kökdür. Doğru cavabımız 12 olacaq. İndi gətirib yerinə qoyaq görək bizdən nə soruşur. Deyir, birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? Biz x-i tapdıq 12. Məlum məsələdir ki, birinci fəhlə 12 saatı eləyərsə, ikinci fəhlə isə 12 üstə gələk 12, 24 saatı işləyib qutarar. Bizdən də birincini soruşduğu üçün, deməli, doğru cavabımız oldu 12. 79-cu sual. Düzbucaqlının bucaqlarından birinin tənbüləni onun tərəfini yarıya bölür. Düzbucaqlının kiçik tərəfi 4 cm-ə bərabərdir. Onun perimetrini tapın. Uşaqlar, bunu necə yeyək biz? Aşağıda yeyəcəm mən bunu. Deməli, bir düzbucaqlı çəkək. Və bizə deyək ki, düzbucaqlının bucaqlarından birinin tənbüləni. Yuxarıdan bir tənbülən çəkək qarşıdakı tərəfə.
və bu tənbölən qarşı tərəfi yarıya bölür. Tənböləndirsə əgər bucağı yarı böldüyü üçün alfa, buna da bir alfa desək. İki paralel tərəfin üçüncü ilə kəsişməsindən alınan çarpaz bucaqlar bərabər olduğu üçün burada bir alfa olacaq. Onda burada nə alındı? Bərabər yanlı üç bucaq. Deməli bizim enimizlə uzunluğun yarısı bərabərdir. Eni verib kiçik tərəfi 4 cm veribsə, onda burada 4 cm olacaq. Ümumi uzunluq da yarı bölündüyü üçün digər tərəfdə 4 cm olacaq. Biz buradan nə tapdıq? Düzbucaqlının uzunluğunu. Düzbucaqlının uzunluğu 8, eni isə 4'dür. Bizdən də perimetrini soruşur. Yazırıq ki, P bərabərdir 2 vuraq, 4 üstə gələk 8. 4'ün üstünə 8 gələndə 12, 12'ni də 2'yə vuranda 24. Deməli 24 cm-dir perimetr. Buranı silək. Növbəti sualımıza baxaq. 80-ci sual. Stolun üzərindəki dik duran qələmə ondan 150 cm uzaqlıqdan fənər tutularsa, qələmin arxasındakı divarda 48 cm uzunluğunda kölgəsi əmələ gəlir. Qələmin hündürlüyü 30 cm olarsa, qələm ilə kölgəsi arasındakı məsafəni tapın. Uşaqlar, bu sual biraz maraqlıdır, digərlərindən fərqlidir. Bunu necə edə bilərik? Bizə deyir ki, qələmin özünün ümumi uzunluğu 30 cm. Baxın, pozulub əslində burada. Qələm buradadır. Qələm buradadır, kölgəsi isə arxada. Deyir ki, qələmin özünün uzunluğu 30 cm-dir. Kölgəsinin uzunluğu isə 48 cm-dir. Və fənərdən qələmə qədər olan məsafə 150 cm-ə bərabərdir. Bizdən də soruşur ki, qələmin kölgəyə qədər olan məsafəsi. Baxın, buranı soruşur. X adlandıraq. Oxşarlığa əsasən nə edə bilərik biz buranı? Deyirdik ki, oturacaqdır və düzbucaqlı üçbucaqdırsa, oturacaqdır. Böyük oturacağımız neçədir? 48. Kiçik oturacaqda 30'dur. 30'un 48'ə nisbəti bərabərdir. Kiçik tərəfin, baxın yan tərəfə. Kiçik tərəf fənərdən qələmə qədər olan məsafədir. Yəni 150'nin ümumi yan tərəfə. Yəni fənərdən kölgəyə qədər olan məsafəyə nisbəti. 150 üstə gələk x-a nisbəti. 48 ilə 30'u ixtisar eləyək 6'ya. Aşağıda qalır 8, yuxarıda qalacaq 5. Çarpaz şəkildə vuraq açaq. 5'i 150'yə vuranda 750. Üstə gələk 5x bərabərdir. 150'ni də 8, 1200. 5x bərabərdir. 1200'dən 750 çıxanda 450. X da bərabərdir. 450'ni 5'ə böləndə 90. Deməli, uşaqlar, kölgədən qələmə qədər məsafə 90 cm oldu. Cavabımız 90. Maraqlı sual idi. Keçək 81-ci suala. 81-ci sual. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər az. Həm rus, həm ingilis dili fənnindən məqbul qiymət alanların sayı isə 7 nəfər olarsa, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayını tapın. Uşaqlar, biz buradan nə etməliyik? Təbii ki, bu biraz çoxluqlar mövzusuna aiddir. Çoxluq çəkək, yəni Venn diaqramımızı çəkək. Deyək, rus və ingilis. Ümumi sinifdəki uşaqların sayı bunların birləşməsi 22'dir. Və bizə deyir ki, yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Deməli, rus dili x-dır. Rus dili x-dır. İngilis dili isə bundan 3 nəfər çox olmalıdır da onda. X üstə gələk 3 yaza bilərik. Və deyir, həm rus, həm ingilis dili fənnindən məqbul qiymət alanların sayı isə 7 nəfər olarsa. Hər ikisinin ortaq kəsişməsi də 7 nəfərdir. Bizim hazır düsturumuz var. Düsturdan da deyə bilərsiniz. Belə başa düşərək də bilərsiniz ki, rus dili ümumi nə qədərdir, ingilis dili ümumi nə qədərdir. Toplayanda ümumi sinifdəki şagirdlərin sayını, yəni 22'yə bərabər olacaq. Deyirik x üstə gələk. Kəsişməsi 7'dir. Üstə gələk. Yalnız ingilis ilə məşğul olanlar x üstə gələk 3. Bərabərdir 22 şagirdə. X ilə x-i toplayırıq 2x. Üstə gələk 10 bərabərdir 22'yə. 2x bərabərdir 22'dən 10'un çıxanda 12. X də bərabərdir 12'ni 2'yə böləndə 6.
Biz rus dilindən məşğul olanları, yəni X-i tapdıq ki, 6 nəfərdir. Bizdən də ingilis dilini soruşur. İngilis dildə bundan 3 nəfər çox, yəni 6-nın da üstünə 3 gələndə 9. Deməli, doğru cavabımız 9 nəfər oldu.